Yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə cəlb olunsunlar, cinayət məsuliyyətinə cəlb olunsunlar, cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar. Bu nədir? Burada süni şəkildə qiymətin qaldırılması ilə məşğullar. Cənab Prezident ölkənin ən böyük və ən vacib problemini həll elədi. Yumurta problemini. Bəli. Vallahi mən həmişə demişəm ki, bu kişinin, bu prezidentin qədrini bilin. Nə olsun ki, Azərbaycanda günü-gündən qazın, suyun, işığın qiyməti qalxır. Nə olsun ki, cəmaat ətdir, balıqdır, yeyə bilmir. Nə olsun ki, cəmaat iş yeri tapanmır. Nə olsun ki, cəmaat aç susuz qalıb qırılır. Bunlar boş şeylərdir. Nə olsun ki, qazilərin problemləri həll olunmur. Bunlar hamısı boş şeylərdir. Əsas yumurtadır, yumurta. Cənab Prezident gördünüz, yumurta problemini həll elədi.